Son dövrlərdə süni intellektin öyrənilməsi çox önəmli bir məsələyə çevrilib. Məhz Azərbaycanda da bunun üçün işlər görülür. Məktəblərdə süni intellekt dərsləri keçirilir. Lakin bu dərsləri keçən zaman bəzi məsələlərə xüsusilə həssaslıqla yanaşmaq lazımdır. Bu məqamlar hansılardır? Ətraflı şəkildə araşdırmağa çalışmışıq. Növbəti sujetdə biləcəksiniz. Azərbaycanda son illərdə süni intellektlə bağlı dərslər tədris olunur. Ötən təhsil ilindən etibarən məktəblilərə süni intellekt haqqında başlanğıc səviyyədə dərslər keçirilib. Süni intellektin təhsil üçün müxtəlif faydaları var. Bu siyahıya başqa dillərdən tapılan məlumatların asan tərcüməsi, bəzi hallarda çətin hesab olunan tapşırıqların həllində köməkçi vasitə kimi çıxış etməsi daxildir. Lakin bu dərslərin düzgün istiqamətdə aparılması, şagirdlərin süni intellektdən səmərəli istifadə etməsi üçün müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Şagirdlərimiz təbii ki, hər kəs bilir ki, gündəlik dərslərində olsun, gündəlik fəaliyyətdə olsun, süni intellektdən geniş şəkildə istifadə edirlər. Lakin bunun məqsədli və düzgün şəkildə onlarda inkişaf etdirmək lazımdır ki, bu onlarda müxtəlif bilik və bacarıqlara gətirib çıxartsın. Məsələn, kritik düşüncə, hər hansı bir tapşırıqlara yaradıcı bir yanaşma göstərsinlər. Süni intellektin tədrisində əsas məqam metodikadır. Şagirdlərə mövzunu düzgün çatdırmaq və onları yanlış istiqamətə yönəltməmək, yenilikləri daim nəzarətdə saxlamaq lazımdır. Biz fərqli metodikalarla və fərqli tapşırıqlar üzərində şagirdlərdə bu bacarıqları inkişaf etdirməyə çalışırıq. Məsələn, layihə dərsləri əsasında onlar müxtəlif yaradıcı layihələri məhz süni intellekt əsasında tətbiq edirlər. Ola bilər ki, bu hansısa bir şəklin yaradılması olsun və yaxud da süni intellektdən istifadə edərək hər hansı bir mətnlərin tərtibatı olsun. Onlara düzgün promptun verilməsi, düzgün şəkildə alqoritmin tərtib olunması kimi tapşırıqlar olduqca effektivdir ki, onlar gündəlik dərslərində məhz bu bacarıqları inkişaf etdirsinlər. Süni intellektdən istifadə zamanı ehtiyatlı olmaqda da fayda var. Bəzi nüanslara diqqət etməsək, süni intellektin də bizim üçün ziyanlı olduğunu görə bilərik. Biz hər şeyi süni intellektə həvalə edib öz beynimizi tənbəlləşdirə bilərik. Bu zaman hafizə zəifləyə bilər. Çünki hər şeyi daha rahat axtarışa həvalə edirik. Analitik və tənqidi düşünmə geriləyə bilər. Yaradıcı təxəyyülümüz zəifləyə bilər. Ona görə də süni intellektdən dayaq kimi istifadə eləməliyik, əvəz kimi yox. Məsələn, mövzu haqqında ilkin məlumatı ondan ala bilərik, amma analiz və nəticəni özümüz çıxarmalıyıq. Mütəxəssislərin fikrincə süni intellekt nə qədər prioritet olsa da yazmaq, rəsm çəkmək, musiqi ilə məşğul olmaq kimi fəaliyyətlər beyni daim aktiv saxlayır. Texnologiyanın üstünlükləri isə bəzən beyin tənbəlliyinə gətirib çıxarır.